Əzizlərim, hər birinizi günəşli, işıqlı Balidən xoş gördük. Bu açılımımız, belə deyək, növbəti iyul ayı üçün Buğa bürcü doğuşu olan insanları nə gözləyir? Yaxın, qısa müddət, bir ay ərzində sizin həyatınızdakı olaylar və bu bütün buğalara baxılır əzizlərim. Və həmçinin də astrologiyada ascendenti, yəni günəşi, qalxan işıqları hansı bürcdədirsə, yəni əgər qərb astrologiyasında başına çıxırsa, bu qədər də dəqiq, yəni özünüzün bürcünüzü təyin edib buğanı dinləyə bilərsiniz ki, yəni bu bürcləri nə gözləyəcək və ümumi planetar səviyyədə və tarot səviyyəsində sizə nə deyiləcək, nə nəql olunacaqdır ki, hansı qlobal proseslərlə qarşılaşacaqsınız, hansı suallar qarşısında olacaqsınız, seçimlər, qərarlar və bunlar nə ilə nəticələnəcək? Ümumi bir ayın hesabatını izləyəcəyik indi. Nəqlinə qulaq asacağıq və birinci kart çox önəmlidir əziz buğalar. Görək birinci başlanğıc aya nə ilə giririk? Əsas günün geri palyeskası nədir? Əziz buğalar, sizə çox möhtəşəm bir göylərdən cavab gəldi ki, bu nəsə əlamətdar olacaq bir aydır sizin üçün, sevgi bir ayıdır. Çünki birbaşa kupa tozundan başladılar. Və bu bizim başlanğıc kartımızdır, belə deyək ki, hansı ki sizi bu ayın əvvəlində gözləyir. Başda qoyacağıq bu kartı və ayın baş kartı elanını verəcəyik əzizlərim. Və getdik irəliyə, növbəti olacaq izahatımız. Aha, əziz buğalar, kupa tuzundan sonraki altılı pentakl bizə bunu izah edəcəkdir ki, sizin yaşayacağınız məmnuniyyət, xoşbəxtlik, sevgi, bu hansısa pul mövzuları ilə bağlıdır. Bu hansısa bolluk, bərəkət, kiminsə sizə nəyisə gətirib o belə başınızdan səpələməyi, yəni verməyi. Çünki görürsünüz, burada bir əl verən əldir. Bir əl tərəzi tutub və bu haqq ədalət arkanında da bizə bənzədir ki, haradakı baş Allah arkan, haqq ədalət, əlində tərəzi tutur və digər əlində isə qılınc. Burada isə biz bir əlində qılınc, bir əlində verən əl görürük. Yəni haqq ədalət bu ay sizə nələrsə verəcək. Haqq ədalətin bu ayki siz olacaq məmnuniyyət olur ki, bu vaxta qədər nələr eləmisən və mən bunu sənə belə deyək, o bəzən deyirlər, boşluq olaraq gətirdilər, verdilər kiminsə sənə, amma bunu sənə həyat verdi. Bu gözləyirsiniz əzizlərim, boşuna deyil. Bunların arxasında həyat dayanır və buna qədər siz izləyib. Çünki həyat görüb ki, sizin maddi olacaq sıxıntılarla yaşamısınız nəsə, sürünmüsünüz, arxavızdan kimləri saparmısınız və yaxud siz kiminsə arxasından getmişsiniz. Yəni hər kəsdə fərqli oynanılır bir rollar, amma sıxıntı, ümumi sıxıntı göstərilir və buradakı insanların bədbəxtliyini kart bir şəkildə izah edir ki, biz burada kilsənin vitrajını görürük, kilsə şüşələridir və kilsə şüşələrinin üzərində nə var? Pullar. Və insanlar bunun yanından yan keçirlər. Yəni kilsəyə, Tanrıya, Allaha, ibadətə, yəni inanmırlar, qibd eləmirlər, şikayət edirlər, narazılıq edirlər, kainata narazılıq tonlarını söyləyirlər ki, niyə bu məndə alınmadı va? Və kainat deyir ki, bax, mən sənin üçün kilsənin pəncərələrində, qapılarında belə pul qoymuşam, ibadət elə, yəni inam gətir, inan. Sən sanki heç özünə də, mənə də artıq heç nəyə inanmırsan və biraz ümidlərini itirmirsən, ona görə sürünürsən. Bu kartın mesajı sizə buydu. Ardından bizə söyləyirlər ki, ikili kupa gəlir. Yəni, həyatınızın bu sahəsi ilə, bu sferasında sülh və barışıq var. Barışacaqsınız. Birliyə, partnyorluğa gələcəksiniz. Kimlərlənsə fiziki olaraq birlik, partnyorluq gedir. Sevgi məqamında kimlərlənsə sevgi, birlik, barışıq, partnyorluq məqamı gəlir. Və həmçinin də tuzla başladıq deyə, belə deyək, təbii ki, kupaydı başlama, tuzun izahatınla girdik deyə, pul bərabərliyi, kampanyonluq necə deyərlər, gözəl sülh müqavilələri, əlaqələr və sevgi məqamı da var. Çünki kupa anlayışıdır və ikilidir. Bu gözləyirsiniz əziz buğalar bu ayda. Və növbəti olacaq, arxanda bizə izah edirlər ki, sizin üçün müəyyən bir, belə deyək də, çox
daxili bir məmnunluq, ovqat yaşayacaqsınız ki, və bu sizin həyatınıza hansısa tamamilə yeni, fərqli bir olayların başlanğıcına qoyacaq ki, bu mövzu ilə sizdə hələ bağlılıq var, daxili bağlılıq var, özünüzü bu mövzulardan görmürsünüz və illüziyalar. Çoxlu illüziyalar görürsünüz, gözü bağlılıq və illüziyalardan gözləriniz bağlanıb və fortuna. Çox əlamətlər bir proses olacaq və görək növbəti fortuna nə izah edir. Bəli, həyatınıza kiminsə, belə deyək də, sürətlə, qaçaraq, cəngavər kimi daxil olmağı var və fortunadan gələcək bu sizə, yəni göylərdən, tanrılardan ayaq sayaq olmalıyıq və əzizlərim, ailə saadəti, ailə mehribanlığı, ailə xoşbəxtliyi. Çünki görürsünüz, burada yaşlı bir baba və xanım, bəy, itlər, evin içərisi, pul başdan yağır, məmnunuq, kayfdayıq, necə deyərlər, bu proses gözləyir sizi. Və sonuncu kartımızla güc kartı. Gücünüzün oyanışı olacaq, gücünüzü dərk edəcəksiniz. Bu vaxta qədər mən özümdə bu gücləri görmürdüm, mən indi bu gücləri görürəm deyəcəksiniz və bu güclərin realizasiyası baş verəcək. Çünki sonuncu kartdır və güclərinizin oyanışı olacaq dəzlərim. Və mən istəyirəm ki, indi Arakul kartına da müraciət edək və görək Arakul bizə nə söyləyəcək və burada işığını kullan Arakuludur, kehanət kartları və çox məşhur, belə deyək, kartlardan biridir və həqiqətən çox dəqiq və doğru düzgün yerində, addımında, məqamında cavab verən Arakul kartlarıdır. Bu şəkildə olan kartları da istəyirəm sizə kartlarını tanış edin. Və Arakulda biz dinləyəcəyik ki, sizə, belə deyək, tanrılardan son məsləhət nə olacaq? Nə yekunu ilə Arakul sizə bu ay sizinlə buğalar baş verəcək proseslərin ta yekunu, şah, zirvə, pik nöqtəsinin Arakul vasitəsilə izahatına baxırıq və açıq cavab gələcək. Oyun. Eğlenin, kutlayın, bu kadar ciddi olmayın. Başa düştü söhbət nədən gedir. Arakul deyir ki, eğlen, oyna. Bu həyat oyundur. Unutma bu oyunun reallığını. Bu reallıqda oynamalısın. Eğlenməlisən. Bu kadar ciddi olmayın. Bu qədər ciddi olmağa gərək yoxdur. Həyatın oyun əyləncəsinin dərki baş verməlidir sizdə. Və biz burada görürük bakalın içərisində, belə deyək də, şampan, penalar, necə deyərlər, bir xanım görürük, rəqs edən, rəqqasə və çox da Misir əsatirlərindəki obrazlara bənzəyir. Saç düzümü qara, geyimi, görürsünüz yaxından. Və başında günəş doğur və günəş əzizlərim, yəni şəhrai rənglərdədir, ağ, işıqlar və arxadakı olacaq dağlar, kəpənəyə bənzər formada olacaq. Haradakı kəpənəyin qanatları, dağlar sanki artıq kəpənəyin qanatlarına döndü. Yüngülləşdin, əylən, oyna, bu qədər ciddi olma. Bu isə sizə, belə deyək, Arakulun, əziz boğalar, bu aya söylədiyi kart və sonuncu Arakulda açırıq, parçalanma. Niyə sıkı-sıkı tutunuyorsunuz? Ona görə əylən. Sıkı tutulmağına gerek yoktu. Oyna, eğlen ve sonuncu yaşamla dans. Enerjinizi değiştirmek için bir şey yapın. Bu artık praktik bir cevaptı ki yaşamla dans ve enerjinizi değiştirmek için bir şeydir. Yani indiki olacak enerjinizi değişmek için yenilik getirin. Rəqs kursuna yazılabilirsiniz mesela için fortepiano kursuna, klarnet kursuna, necə deyərlər, və yaxud aktyorluq kursuna, natiqlik kursuna və yaxud iyunaltısı olacaq tarot akademiyası kursuna. Yəni yaşamla dansa dəvət edirlər sizi. Oyun reallığına görürsünüz, ikili, bərabərlik, sülh və bu praktik edəcəyiniz, harasa verəcəyiniz yatırım, bu sizin həyatınıza bu cür daxil olacaq və fərqi yoxdur. Hara yatırım edəcəksiniz, nə? Amma maddi məqam daima bizdən müəyyən pul, alış-verişi, balansı, yəni bizim qətiyyətimiz. Mən getdim rəssamlıq kursuna yazıldım. Bax, sabahdan rəssamlıq kursuna öyrənməyə başlayıram. Mən getdim tarot kursuna yazıldım. İyulun 6-sından bax sabahdan bu kursu öyrənirəm və həyatımı dəyişirəm, dönüşürəm, bilirəm mən kiməm, özümü öyrənirəm. Və yaxud rəqs kursuna getdim. Rəqsə yazıldım, rəqsi, bədənimi hiss elədim. Başa düşdünüz?
Bu artıq sizin dəqiq, real məqamda addımlarınızdır ki, yaşamla dansa dəvət edirlər sizi və deyirlər ki, enerjinizi dəyişdirmək üçün bir şey yapın. Öpürəm, əziz boğalar. Bu ay sizin üçün 2025-ci il, iyul ayı ən uğurlu, belə deyək, uğurlu, düşərli bir aylardan biri olsun. Öpürəm hər birinizi, növbəti aylardakı yorumlarda görüşənədək.